Hörmətli sədr, əziz həmkarlar, Avropanın Azərbaycanla birbaşa bağlantısı yaxud ortaq marağı olmayan iki ölkəsinin, Belçika və Niderlandı parlamentlərinin eyni gündə, eyni məzmunda Azərbaycan əleyhinə qərəzli bəyanatlar yayması bəşəri dəyərlər üçün təhdidə, oturuşmuş beynəlxalq hüquq qaydaları üçün isə qəbul edilməz presidentə yol açır. Əgər söhbət beynəlxalq hüquqdan gedirsə, Gəncədə, Tərtərdə, Bərdədə mülki əhalini hədəfə alan terrorçuları dırnaqarası əsir adlandırmaq 49-cu il 3-cü Cenevra konvensiyasının timsalında beynəlxalq humanitar hüquqa təhqirdir. Beynəlxalq hüquq terroru maliyyələşdirənləri və mülki əhaliyə atəş əmri verənləri müdafiə eləmir, onları mühakimə eləyir. Terrorçunu müdafiə etmək cinayətin iştirakçısı olmaq deməkdir. Baxın, Azərbaycan prezidentinin sülh təşəbbüsünün nəticəsi kimi təmas xəttində 2 ildən çoxdur ki, de facto sülhə nail olub. Silahlar susub. 8 ay əvvəl sülh sazişi paraflanıb, ərazilərin tərk delimitasiyası yox, eyni zamanda demarkasiyası üzrə uğurlu proses müşahidə olunur. Ticari əlaqələr formalaşmaqdadır. Siyasi ritorika kifayət qədər müsbətdir. Xanım sədr, ilə bir neçə gün əvvəl sizin Ermənistan spikeri ilə müsbət məcrada görüşünüz baş tutdu. Nikol Paşinyan artıq Qarabağ gündəliyindən imtina etməyinin vacibliyini dilə gətirir. Yəni, Ermənistanın özünün cari reallıqdan razı göründüyü bir məqamda regionundan 3000 kilometr uzaqda yerləşən ölkələrin parlamentlərinin cinayətləri sübuta yetirilmiş şəxsləri əsir adlandırması, yaxud ermənilərin Qarabağa qayıdışı üçün dırnaqarası beynəlxalq təminat barədə sərsəm tezisləri nə deməkdir? Bəli, bu yanaşma bizi hiddətləndirir, amma əsl narahat olmalı tərəf Ermənistan olmalıdır. Çünki bölgənin sülh reallığının pozulmasına yönəlik təşviq ilk növbədə Ermənistan üçün təhdiddir. Bu mənada Ermənistanın ən qısa zamanda real addımlarla, o cümlədən Avropa İttifaqı missiyasının öz ərazisindən çıxarmaqla məsələyə reaksiya verməsini və sülhə sədaqət göstərdiyini sübut etməsini gözləyirik. Aydındır ki, bu cür absurd qarşıdurma təşviq edən qətnamə beynəlxalq hüququn aliliyinə deyil, siyasi korrupsiya və lobbi maraqlarına xidmət edən sənədlərdir və təbii ki, bu dırnaqarası aktivləşmə yalnız Belçika və Niderlandla məhdudlaşmır. Əgər bugün Bakıya münasibətdə dırnaqarası insan haqları iddiaları aktivləşirsə, siyasi məhbus dırnaqarası elan edilən şəxslərin Azərbaycan əleyhinə cızmaqaralarına ayrı-ayrı ölkələrin sarı mətbuatında yer ayrılmağa başlayıbsa, deməli bu hücumlar total xarakter daşıyır və əslində anti-Azərbaycan kəsimin çarəsizliyinin göstəricisidir. Çünki son günlərə qədər Azərbaycanın Rusiya ilə, o cümlədən ötən dövr ərzində İranla münasibətlərinin gərginləşməsini ümid edirdilər, amma cənab İlham Əliyevin liderliyində onun qətiyyəti ilə problemlərin çözülməsi ilə həmin o ümidlər puç oldu və göründüyü kimi yenidən əvvəlki ənənəvi mövzuya dönüblər. Sadəcə əgər əvvəllər Antimilli Şuranın tör-töküntüləri yeganə istinad etsə, indi bu siyahıya Arutunyan, Sakyan, Qokasyan, Vardanyan kimi eyni xislətli şəxslərin adı ilə genişlənib. Amma hər səhvdə bir həqiqət parçası var ki, Anti-Azərbaycan mərkəz əslində bu adamları bir siyahıda sıralamaqla onların mahiyyətcə eyni məqsədə xidmət etdiklərini göstərmiş oldu. Çox sağ olun.